Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə başlanmış cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. APA xəbər verir ki, cinayət işi Nəsimi rayon məhkəməsində hakim Solmaz Mustafayevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 5-nə təyin edilib. Qeyd edək ki, bu il yanvarın 12-sində 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla həkim otorinolaringoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseplastika cərrahi əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib.